Deməli, bugünkü dərsimizin məqsədi bütün mövzuları təkrar eləmək, müzakirə eləməkdir. Başlayıram birinci bölmədən. Birinci bölməmiz informasiya və informasiya prosesləri. Mən belə səhifəli-səhifəli gedirəm. Burdan gözümə dəyən fərqli nəsə olsa onu deyəcəm, danışacağam. Belədir ki, sizin də nəsə bir sualınız yaransa, əl qaldırarsınız oradan. Mən soruşaram, deyərsiniz, danışarıq, təkrarlayarıq, müzakirə eləyərik. Mən də arada sual verəcəm sizə. Deməli, informatikanın yaranmasından danışır. İnformasiya, məlumat, ifadə, izah deməkdir. Verilənlər kompüterdə saxlanılan məlumatlardır. İnformasiya insanın verilənlərdən aldığı özünə faydalı olan məlumatlardır və bu informasiya beyində çevrilir biliyə. İnformasiyanın növləri, informasiyanı biz alırıq. Göz vasitəsilə eşitmə, görmə, dad, qoxu, taktil. Taktil, yəni dəri vasitəsilə toxunma. İnformasiyanın formaları deyə bir şey var. Burada yazmayıblar onu. İnformasiyanın iki forması var. Analoq informasiya var, rəqəmsal informasiya var. Bir də yadınızdadsa mən ilk dərsdə sizə demişdim. Demişdim ki, Analoq informasiya bizimki rəqəmsal kompüterdə gedir. Niyə rəqəmsal deyirlər? Çünki 0 və 1-lər şəklinə kodlaşdırılır, okey. Demişdim ki, bunlardan biri diskret siqnallarla ötürülür. Siqnal nədir? Qoy bir dənə yada salım. İnformasiyanı daşıyan proses siqnaldır məsələn. Mən danışıram üzbəüz oturduğum adamla, o mənə səs siqnalları vasitəsilə, yəni səs siqnalları vasitəsilə mən ona informasiya ötürürəm. Və yaxud da ki, nə bilim, radio dalğalar ola bilər, nə bilim, mikro dalğalar ola bilər və s. Yəni, informasiyanı daşıyır siqnal. Bu siqnallar iki cür olur. Olur diskret siqnallar, bir də olur kəsilməz siqnallar. Diskret kəsilməzin əksi deməkdir, yəni kəsilən, fasiləli. Sualım nə olacaq? Rəqəmsalla analoqun hansı diskreti idi, hansı kəsilməz idi? Yadınızdadırmı? Analog kesilmez olurdu. Rəqəmsalda diskret olurdu. Analoq kəsilməzdir. Bizimki kəsilmədən ötürülür. Məsələn, mən sizinlə danışanda təbii danışandan gedir söhbət. Siz məni necə varsa elə axımlı qaydada qəbul edirsiniz. Rəqəmsal informasiyama kəsilə-kəsilə ötürülür hissə-hissə. Başqa informasiyanın xassələri obyektivlik, etibarlıq, anlaşılıq, aktuallıq, tamlıq. Deməli, xassələrdən tez-tez gedək. Obyektivlik nədir? İnformasiya hamı tərəfindən eyni cür qəbul olunur. Yəni, konkret kiminsə fikrindən asılı deyil. Məsələn, obyekt isti, soyuq, yaxşı, pis, böyük, balaca, ağır, yüngül bu sözlər subyektivdir. Çünki adamdan adama dəyişir. Amma dəqiq göstəricilər 5 kiloqram, 10 dərəcə, nə bilim 100 kilometr bunlar obyektiv sayılır. Etibarlıq, yəni əgər müxtəlif mənbələrdən aldığın informasiyalar üst-üstə düşürsə, ona deyirlər etibarlıq. Anlaşılanlıq yazırlar. Nə deməkdir o? Yəni, məsələn, mən ingilis dilində bir şey eşidirəm, amma ingilis dili bilmirəm və yaxud da ki, nə bilim, ərəb dilində bir şey eşidirəm, amma ərəb dili bilmirəm. O informasiya mənim üçün anlaşıqsız olur. İnformasiya hamıya anlaşıqlı ola bilməz təbii ki. Elə ola bilər ki, nə bilim, 3 yaşında uşaq kənardan bizi dinləsə, onun üçün də bizim danışdıqlarımız anlaşıqsızdır. Anlaşılmır. Yəni konkret alan başa düşürsə, ona anlaşılandır. İnformasiyanı alan başa düşmürsə, anlaşıqsızdır. Aktuallıq, cari dövrə, yəni müasir gündəmdə olan məsələlərə aid olan informasiyadır. Tamlıq, o da qərar qəbulu üçün kifayət olan informasiya. Yəni mən birinci qrupa hazırlaşmaq istəyirəm, araşdırıram orada nələr var, necə düşür, nə təhər olur, hansı ixtisaslar var. Hər şey məni qane eləyəndən sonra fikrimi qətiləşdirirəm ki, vəsə, mən birinci qrupa verəcəm.
Yəni bu tanılıqdır. Yəni sənə lazım olan bütün məlumatları əldə edəndən sonra ki, vsyo, bildim, artıq mənə bəsdir nəyəsə eləmək üçün, qərar vermək üçün. Buna deyirlər tam informasiya. İnformasiyanın təqdim edilmə formalarıdır. İnformasiyanı hansı formalarda Axşamınız xeyir. Axşamın xeyir. Hansı formalarda əks etdirmək, göstərmək olar? Mətin formasında, ədəd, qrafik, yəni şəkil formasında, səs və video formasında bir-bir xırdalamıram, yəqin ki, oradan da anlaşılır. İnformasiyanın prosesləri. İnformasiyanı alırıq, ötürürük, emal eləyirik, saxlayırıq. Sonra emalın da belə bir sxemi var. İnformasiya emal olunan cihaz, beyin nədirsə, ora daxil olur. Yəni giriş informasiyası deyirlər ona. Emal olunandan sonra çevrilib olur çıxış informasiyası. Say sistemləri burada məncə təkrar olunası bir şey yoxdur. Bir-iki dənə şey detalın üstündən gedəcəm. Məsələn, onluq say sistemindən istənilən bir say sisteminə keçəndə nə etmək lazımdır? Həmin say sisteminə bölə-bölə getmək. Amma başqa istənilən bir say sistemindən onluğa keçirsənsə, onda üstünü nömrələyib qüvvətlər şəklində sonra toplamaq lazımdır. Sonra ən vacib şeylərdən biri axşamı xeyir. Məsələn, 2 üstü neçəsə onluq say sistemindədir, amma təbii ki. 2 üstü 5 məsələn. Onluq say sistemində bir ədəddir. 2 üstü 5 olmasın, 55 olsun. Onu ikilik say sisteminə çevirəndə nə alınacaq? 2 üstü 55. 55'ten 0. Birinci 1 və 55 1 dənə yanında 0. 55'ten 0. Yəni 2-nin qüvvətindəki say sıfırların sayı. Sıfırların. Qabağında da bir dənə 1 olur. Amma 8 üstü 77-ni 8-liyə çevirsən, eyni qayda olur. 1 yanında 77-dən 0. Və yaxud da 16 üstü 33 16-lığa çevirəndə nə olacaq uşaqlar? F və qalan qüvvə qədər 0. Kimdir o? F-i hardan çıxartdın? 1 yanında 30. 1 yanında 33-dən 0. Həmişə. Eyni qayda, standart qaydadır. Onda belə çıxır ki, 7 üstü 77 7-liyə çevriləndə nə verməlidir? 1 yanında 1 77. yanında 77'den 0. İkilik say sistemində 5 rəqəmli ədəd olsa, o ədəd yaddaşda nə qədər yer tutur? 5 bit. 5 bit. Evet. 8-lik say sistemində 5 rəqəmli olsa, 15 bit. 2. 2 niyə? Yox, 5 rəqəmli ədəddir 8-lik say sistemində. 15 müəllim. 15. 15. 15. 8-lik say sistemində hər rəqəm, hər simvol 3 bitlə kodlaşdırılır. 16-lıq say sistemində 5 rəqəmli bir ədəd olsa, 16-lıqda 20. 20. 20. 20 bit olacaq, bəli. 2-lik, 8-lik, 16-lıq, yəni bunlarda 1 bit, 3 bit, 4 bit bu qayda ilə gedir, amma onluq say sistemində tamam başqadır. Məsələn, onluq say sistemində 999 neçə bitdir bilirsiniz? Nə 10 müəllim? bit. 999. 2-nin qüvvətinə gətirib 10 bit hansına olur da. yaxındırsa onu. Niyə 10 bit olur? Çünki 24 daha 999-dan yaxındır. 24. daha yaxındır deməyək. Daha yaxındır deməyək. Yəni çatır da. Məsələn 2 üstü 9 qoysaq 512 olur, yetmir. Yəni həmişə özündən sonrakı qüvvəti götürməliyik. Hə. Çünki 1025 götürsək, o 1024-ə daha yaxın olmasına baxmayaraq, onu yenə də 2048 kimi götürürük biz. 11 bit götürürük. Onluq say sistemində qayda odur ki, ədəddən dərhal sonra 2-nin hansı qüvvəti gəlirsə, ədəd həmin o qüvvəti daşıyır bitlə, təbii ki. Bəs ədəd özü qüvvətə bərabər olarsa, məsələn, 2 üstü 15 ədədi özü neçə bitdir?
15 bit. Nəsə sakitçilik oldu. 16 bit. Bayaq da sizinlə danışdıq ki, bu bildirir sıfırların sayını. Qabağında bir dənə 1, yanında da 15 dənə sıfır varsa, bu toplam 16 rəqəmli olur. Bəli, 16 bit olur. 15 hardan çıxdı? Mən bərabər qaydası işlətməmişəm. Elə bir qayda deməmişəm. Ədəd neçə olursa olsun, həmişə özündən sonrakı qüvvət. Yaxud da bilmirsən, yadından çıxır, çevir ikilik say sisteminə bir sıfırları sayda. Başqa yolun yoxdur. Amma üçüncü mövzuda əlifbalarda qayda elə deyil. Məsələn, biz ASCII-yə deyirik 256 simvol var, bir simvol 1 baytdır. Biz onu özümüz bayta çeviririk ki, bitlə hesablama çox böyük olur, 8-ə vurmaq lazım olur, ona görə baytla işləyirik. Amma əslində qalsa, bütün hesablamalar bitlə aparılır. ASCII-də bir simvol 8 bitdir. Biz onu 1 baytla işləyirik, rahat olsun. 8 bit hardan çıxır? 256 simvolu var, bir simvol 2 + 8-dir, 258 bitdir. Və yaxud da ki, təzə bir başqa bir əlifba çıxar sabah, o əlifbada 4096 simvolu var. Onda bir simvol neçə bit olacaq orada? 12. 12 bit olacaq. Yəni görsən, say sistemində 4096 ədədi neçə bitdir desək, 13 bit olur cavab. Amma əlifbalarda, simvollarda əgər yerləşirsə həmin 2-nin qüvvətinə elə onu götürürük biz. Sonra üçüncü mövzuda biraz danışılası şeylər məncə var. ASCII cədvəlini bir dənə yadımıza salaq. ASCII kodlaşdırma Salam cədvəlində. müəllim. Salam. ASCII kodlaşdırma cədvəlində neçə yerə bölür dim həmin o əlifbanı? Biz deyirik 0-dan 255-ə qədərdir də. Dim onu neçə yerə bölür? Necə bölür? 2 yerə bölür 128 dənə. 2 yerə bölür. 0-dan 127-yə kimi 1, 128-dən 255-ə kimi 1. 0-dan 128-ə kimi olan hissədə nə var? Mənim əlifba var idi da. İngilis əlifbası. Propisnoy bukvı da, propisnoy bukvı deyirlər. Bizim istifadə eləmədiyimiz qurğu kodları var. 0-dan 31-ə qədər. Sonra 32-dən başlayaraq spacebar, sonra durğu işarələri, sonra 48-ci yerdə başlayır rəqəmlər. 48-dən 57-yə qədər. Sonra yenə bir-iki dənə böyük kiçik zad qoyublar və 65-dən 90-a qədər gəlir böyük hərflər. Sonra yenə 3-4 dənə durğu işarəsi qoyurlar və 97-dən 122-yə kimi gəlir kiçik hərflər. Sonra da yenə də gəlir mötərizə, o yan bu yan belə. Məsələn, bunu bilmək sizə Pythonda da lazımdır. Harda? Pythonda niyə lazım olsun ki belə bir şey? Məsəl üçün listin içindən hərflər hansı hərfi desə, hərflər tapmaq istəsə, aralıq verib tapa bilərik. Yaxud da ki başqa Minimum, maksimum tapmaq. bəli, müqayisə aparmaq üçün, minimumu, maksimumu tapmaq üçün, məsələn, əgər string şəklində 111 olsa, bir dənə də AAA yazılsa, böyük AAA deyək. Hansı daha böyük sayılır? 111 yoxsa AAA? Olar. AAA daha böyük sayılır. Çünki birinin ilk rəqəmi başlayır 49-la, o birinin ilk simvolu başlayır 65-lə. Avtomatik o daha böyük olmuş oldu. Yəni belə şeylər də lazım ola bilər. Durduğu yerinə görə müqayisə aparmaq üçün lazım ola bilər. Unicode-un ASCII-dən daha üstün cəhəti nədir? Unicode-un plusu nədir? Daha çox simvol var. Bəs minusu nədir? Daha çox Çox yoxdur. Bir də ASCII ilə Unicode-un arasında
birindən o birinə çevirəndə aradakı azalma nəyə bərabər olur? Elə ASCII-nin özünə. Elə ASCII-nin ASCII. özünə. Bəli. Məsələn, desə ki, Unicode-dan ASCII-yə keçəndə ya da ASCII-dən Unicode-a keçəndə nə bilim 80 bayt azalma ya artma olubsa, mətndə neçə simvolu var falan filan, ortada 80 bayt azalma artma varsa, deməli ASCII-də də elə bu 80 baytdır. Bir simvolda 1 bayt olduğuna görə 80 bayt 80 simvol. Vəssalam. Sonra qrafika. Kompüter qrafikasının tətbiq sahələri. Bax, keçən ildə səhvlənirəmsə, ya da ondan qabaqki il. Yəni qəbulların hansındansa belə bir şey olub. Yazmışdılar ki, tam dəqiq sualı xatırlamıram. Deyəsən deyirdi modelləşdirmənin tətbiq sahələrinə aid deyil deyirdi. Yoxsa kompüter qrafikasının tətbiqində siz işləmişsiniz, bəlkə kiminsə yadına gələr. Kompüter qrafikasının tətbiq sahələrinə aid olmayanı seçimmi deyirdi. Orada tutaq ki, əgər kompüter qrafikasının tətbiq sahələrinə aid olmayanı deyirdisə, 4-ün buna aid vermişdi. Birində modelləşdirmədə də var axı. Oyun, nə bilim, nə imitasiya zad oradan vermişdi. Və yaxud da ki, əksinə oradakini soruşursa, birini buradan vermişdi. Bu dəfə də düşər uyğunluğu müəyyən edir. Elmi qrafika, işgüzar, konstruktor, obrazlar. Yəni mən nəyisə üstündən qısa da keçsəm, vurğulayıram ki, yəni bunu sabah 1-2 günün var da. Bunlar təkrarla. Elmi tədqiqat obyektlərinin əyani şəkildə göstərilməsi adından bilinir. Elmi qrafikadır. Hesabat, sənədlər, işgüzar, mühəndis, memar, texnologiya, konstruktor qrafikasıdır. Obyektlərin təsnifləşdirilməsi, müəyyənləşdirilməsi, obrazların tanınması, təsvir, video, qrafik, reklam, təsvir incəsənət və xəyali dünyaya aparmaq, virtual reallıq. Təxmini tutmaq olur onsuz da, amma siz işinizi təxminə buraxmayın da. Sonra qrafikanı bölürlər raster, vektor, fraktal. Başqa cür bir də 2 ölçülü, 3 ölçülü olaraq da bölürlər 2 yerə. Sonra ilk 3 ölçülü qrafik redaktorlardan biri SketchUp adlanan proqram olub. Bu o demək deyil ki, elə ən birinci çıxan bu olub, burası ilklərdən biri budur. Yəni belə deyim, bunlara məlum olanı budur. Bəlkə başqası da olub, xəbərimiz yoxdur. Raster piksellərdən ibarət olur. Piksel özü pictures element deməkdir. Yəni şəklin elementi. Qısaldıb piksel qoyublar. Niyə buna raster deyirlər? Raster nədir ümumiyyətlə? Ekranda görüntünü əmələ gətirən nöqtələrin düzbucaqlı şəbəkəsi raster adlanır. Yəni bu cür tor şəkilli olması raster adlanır. Raster deyirlər buna. Raster qrafikasının müsbət cəhətləri rəng tonlarının çox olmasıdır. Proqramların kifayət qədər çox olmasıdır. Amma mənfi cəhətləri də odur ki, yaxınlaşdıranda keyfiyyət itir. Bir də keyfiyyətli şəkil istəyirsənsə, həcm də kifayət qədər böyük olacaq onda. Sonra Paint-də. Paint-də nə var? Shift-i basıb. Məndə Paint işləmir, heyf. Açıb orada göstərərdim. Shift-i basıb xətt çəksən, yəni normalda belə xətt çəkəndə o düz xətt çəkmir. Yəni görsən mən bunu əllə çəkirəm. Paint-də də elədir. Amma shift-i basıb xətt çəkəndə tam-tamına düzgün xətt çəkir. Sonra kontrol basıb nəyisə mouse'dan dartıb kopyalamaq olur. Sonra başqa nə deyim sizə? Genişlənmələr. BMP, JPEG, GIF, PNG burada bunları veriblər. Bunlardan başqaları da var. TIFF var məsələn rasterdə. JPEG, bu JPEG ilə bağlı nəyi bilin? JPEG ya da JPG formatı BMP ilə müqayisədə daha az olur. Çünki JPG formatı şəkli 10 dəfəyə qədər sıxır. Yəni ona görə də dizaynerlər yaratdığı, hazırladığı dizaynı PNG kimi saxlayırlar daha çox. Çünki PNG formatı JPG formatından daha keyfiyyətli yadda saxlayır. Hətta BMP onunla da saxlasan daha böyük ölçüdə daha keyfiyyətli formada saxlayacaq. JPG sıxır, yəni keyfiyyəti aşağı salır. BMP-də yazırlar ki, monoxrom 16, 256 və 24 bitli yazmaq əvəzinə yaza bilərdilər ki, 16.777.216
O da elə 224 da, yəni onu burada 24 bitli yazılır onun əvəzinə. GIF-də maksimum 256 rəng olur, animasiyalı təsvirlər olur. PNG arxa fonu olmur, fonsuz şəkillər olur. Adətən loqolar filan PNG formatında olur. Qrafik faylın atributları faylın formatı, piksellərin sayı, görüntünün ölçüsüdür. Yaddan çıxartmayaq. Raster proqramları Paint, CorelDRAW, Photoshop, Corel Photo Paint, GIMP, Tux Paint, Star Office Image. Sonra üstün mənfi cəhətlərini bayaq dedim. Vektordan primitivlər, xəttlər toplusu, sadə həndəsə anlayışlar belə gedir. Üstün cəhətlər nədir? Kifayət qədər böyütmə, yəni nə qədər istəsən böyütmək olur. Keyfiyyəti itmir. Sonra rastra çevirmək asandır. Vektor proqramların özündə rastra çevir funksiyası var. Amma raster proqramların əksəriyyətində bunun vektor elə funksiyası yoxdur. Çünki vektor düz xəttdir. Düz xətti pikselləşdirib, dilimləyib, xırda-xırda kvadratlara bölüb yadda saxlamaq asandır. Amma kvadratlı pikselli bir şey yaddaşa verəndə bitişdirib düz xəttə çevirmək asan deyil. Onu yerinə yetirmək üçün xüsusi proqramlar olur. Ayrı növ proqramlar olur da indi sizdə belə bir şey yoxdur. Ondan beynimizi yormayın. Biraz rəng tonları raster qədər deyil. Fərq var. Vektorda CorelDRAW, Illustrator, Freehand, Inkscape, OpenOffice Draw, Stencil proqramları misal göstərə bilərik. Başqa rəng modelləri var idi. Monoxrom 1 bit, 2 rəng. Sonra təhlükəsiz palitra var idi. 256 rəng, 8 bit. Sonra var idi High Color. High Color yazanda orada qabağında RGB və yaxud CMYK yazsa belə High Color standart 16 biti götürür. True Color. Əslində lap dəqiq desək, RGB True Color da var, CMYK True Color da var. Onsuz da orada RGB CMYK desə bilinir. Amma əgər sırf heç nəsiz True Color yazsa, bu elə bil heç nə deməyəndə necə ki ASCII götürürük, 1 byte götürürük. Burada da elə heç nə deməsə, prosta true color deyir. Promo keçib standart RGB-ni götürürük. Sonra RGB-nin rəngləri bilmirəm yadınızda qalıb ya yox. Mən onun bir qaydasını demişdim sizə. Bu C nə rəngdir? Siyan. Siyan. Bəs təxminən hansı rəngdir o? Bürüzovу da deyəsən. Sırma abi. Abı deyirdilər, müəllim deyəsən. Belə oxşuyur. Firuzə idi. Bürüzə. Tam firuzə rəng deyil. Sizin firuzə dediyiniz bu olmalı səhv eləmirəmsə. Siyan biraz maviyə daha çox oxşuyur. Ümumiyyətlə siz bu tonları hardasa görsəz, bəlkə də elə hamısına firuzəyi deyərdiniz. İndi hamısının olmasa da bəlkə buna, amma görürsən hər bir tonun ayrı öz rəngi var. Dark siyan, siyan, nə bilim, akvamarin zad, yəni hər cür ton var da yəni burada. Siyan belə bir rəngdir. Siyan. Deyil mi? M hansı rəngdir? Magenta. 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 Bu magenta necə bir rəngdir? Fiyolет. Bəli. Kitabınızda ona bənövşə yazıblar, amma yəni ona bənövşə deyən adam yəqin ki, kordur. Çünki magenta və bənövşəyi yəni fərqi özünüz hiss eləyəcəksiniz. Bənövşəyi budur. Magenta budur.
Hə, onda da deyirsən ki, yəqin ki, bu çəhrayıya daha çox yaxındır. Çəhrayı da deyil. Çəhrayı ilə bənövşəyin ortasındadır. Burada hamısı var. Pink bilmirəm burada. Bir de pink budur. Magenta budur. Bənövşəyi biraz daha tündür. Nəsə yox. Y yellowdur, K-dakı blackdır. Bu altdakı rənglər üstdəkilərdən alınır. Yəni heç vaxt qırmızı nədən alınır desə, axtarma ki, qırmızı nədən alınır. Siyan, magenta, yellow qarışdırmaq falan yox. Altdakiləri soruşa bilər. Qara heç bir rəng qarışığından alınmır. Yəni red 0, green 0, blue 0. Siyan hansı rənglərdən alınır deyəndə bunu bağlayırıq. Yerdə qalan iki rəngin cəmi bizə siyan verir. Əgər magentanı soruşsa, onun üstünü bağlayıb yerdə qalan ikisinin cəmi bizə magenta verir. Əgər yellow soruşsa, onun üstünü bağlayırıq, yerdə qalan ikisinin cəmi bizə yellow verir. Rəng kodlarının da bəzilərini ona uyğun yadda saxlamaq olur. Məsələn, əgər yellow belə alınırsa, red, green, blue. Bu olur 255, 255, 0. Ya da FF, FF, 00. Bəziləri burada əzbərdir. Məsələn, adi yaşıl, 0128, 0. İmtahan düşə bilər ki, məsəl üçün ağ nədir, qara nədir? Düşə bilər, hə, düşə bilər. Boz Mənim ağ əzbər, rəngdən başqa o birisilər hansı düşə bilər? hamısı düşə bilər. Hə, niyə düşmür ki? Hamısı düşər. Bir görün sual düşdü ki, qızılı rəngin kodu hansıdır? Niyə salmırlar? Sala bilərlər. İstəyirsən da var idi. Sınağa salmışdım. Ya. Yəni burada qara rahatdır, ağ rahatdır. Biraz çətin olan adi yaşıldır. Bu red, green, blue-dakı green şeydir. Lime-dir əslində. Bu yaşıldır, açıq. Amma əsl yaşıl, ot yaşılı, yarpaq yaşılı, tündür biraz. Onun kodunu əzbərləmək lazımdır. Ondan sonra bozun. Sonra bir də qızılı narıncı. Yəni mənə elə gəlir ki, bu dördü də əzbər. Qalanlarını RGB ilə tutmaq olur. Məsələn, blue RGB-də red yoxdur, green yoxdur, sadəcə blue var. 0000 FF. Deyən bu 4 dənə şeydir də əzbər. Yəni orada çox çətin bir şey yoxdur. Səs faylları MIDI WAV MP3. Modelləşdirmə. Bu hallarda istifadə olunur prototip olmayanda, həyat üçün təhlükəli olanda, orijinalla birbaşa işləmək olmayanda və yaxud da ki, istehsaldan qabaq xüsusiyyətlərini müəyyənləşdirmək lazım gələndə. Modellərdən harda istifadə olunur? İstifadə sahələri. Tədris modelləri, oyun modelləri, elmi texniki modellər, təcrübi imitasiya. Zamana görə keçən qəbula düşüb, zamana görə modellər olur. Statik, dinamik. Yəni zamanla dəyişmirsə statikdir, zamanla dəyişən dinamikdir. Bir də təqdim olunma formasına görə də modelləri bölürlər. Maddi informasiya, maddi modellər orijinalın, yəni prototipin birə-bir formasını, xüsusiyyətlərini özündə saxlayır. Sadəcə olaraq ölçücə biraz kiçik olur. Məsələn, Qız qalası və Qız qalasının suveniri. Onu maddi model hesab etmək olar. Amma Qız qalasının şəkli olur informasiya modeli. İnformasiya modeli şəkil, cədvəl, sxem, sözlə olan modellərdir. Məsələn, biologiya kabinetində insan skeleti, insan forması o maddi modeldir, amma şəxsiyyət vəsiqəsi bu informasiya modelidir. Nə olsun ki, orada da insan izah olunur, amma yazı şəkil formasında. Cədvəl informasiya modeli olur obyekt, obyekt, obyekt xassə. Yadınızdadır, necə bunu tapırdıq ki, bu obyekt, obyekt yoxsa obyekt xassədir? Mənsubiyyət.
Sizi Mhm. Məsələn, bu obyekt yoxsa obyekt xassədir? Abi xası. Obyekt xassəsi. Salamatçılıqdır. Ya vəziyyət yaxşıdır. Nə olub sizə? Obyekt xassiyə nə Müəllim, olub? obyekt değil mi? Günün fizikası Hərəsinə deyilmirdi ona tək-tək görə. də. Obyekt. Ay günün fizikası diye bir şey yoktur. Ne de riyaziyyatın vaqifi diye bir şey yoktur. Mənsubluq aralarında yoxdursa biri-birindən asılı deyillər yəni. Obyekt olur. Obyekt xassisə nədir? Obyekt xassisə indi tapsam göstərəcəm sizə. Budur. Mənsubluq var? Var. Bayraq deyə ayrıca bir şey yoxdur da. Nəyinsə bayrağı olur. Azərbaycanın bayrağı, mənsubluq var. Sevdanın riyaziyyatı yoxdur. Obyekt. Bəs bu obyekt yoxsa obyekt xassədir? obyekt xassəsi. Obyekt xası. Necə yoxladınız? İçli sistemdə istifadə olunan rəqəmlər. Mənsubluq qoyuruq da, mənsubiyyət var. Sonra qraf, o da maddi model yox, informasiya modelinin bir növüdür. Aralarında xətlərlə birləşən struktur qrafdır. Əgər hansısa təpələr arasında yol yoxdursa, yəni belə deyək də, məsələn, normalda biz A-dan birbaşa C-yə yol olmasa da dolayı yolla C-yə gedə bilirik. Yəni qrafın özəlliyi odur. Amma hardasa qırılma olsa, məsələn, A, B, D burada ayrı qırılır, C, Y, F də ayrı qırılır. Yəni sən heç cür xəttlərlə A-dan C-yə gedə bilmirsən. Buna deyirlər əlaqəsiz qraf. Tək qalan təpəyə yalqız təpə deyirlər. Təpənin özünə yol varsa ona ilgək deyirlər. Yollara til deyirlər. Sonra istənilən iki təpə arasında yol olanda əlaqəli qraf deyirlər. Sonra əgər xəttin ucunda istiqamət varsa bunu qövs deyirlər. Yəni bu o deməkdir ki, bir tərəfli yol. Yəni hal-hazırda A-dan B-yə, B-dən A-ya bu iki tərəfli yoldur, amma ox olanda bir tərəfli yolu bildirir. Əgər qrafın bütün xətlərinin ucunda ox varsa, o olur diqraf. Məsələn, bu diqrafdır, çünki bütün oxlar istiqamətlidir. Bu diqraf deyil, məsələn. Bu diqrafdır. Bir də çəkili qraf deyə bir şey var. Çəkili qraf nədir? Tillərin üzərində əgər qiymətlər varsa, ona deyirlər çəkili qraf. Qrafın cədvəlin qurmaq olar. Ona deyirlər matris. Var bir qonşuluq matrisi. Hər təpənin qonşuları yazılır burada. Bir də var qonşuluq matrisi. Qonşuluq matrisi dedim buna. Qonşuluq siyahısı deyirlər buna. Qonşuların siyahısı yazılır qabağında. Bir də qonşuluq matrisi. Matris 0-1-lərdən ibarət olur yalnız. Sıfırlar yolun olmadığını, bu arada mərkəzdə sayılır. Yəni bu ortadakı hissədə sayılır. Yəni məsələn A-dan A yol yoxdursa 0, bu da sayılır yəni. Yol varsa 1, yol yoxsa 0. Bir də əgər matris simmetrikdirsə, o diqrafdır yoxsa yox? Diqraf deyil. Səbəb? Deyil. Niyə? Çünki o tərəfdə də bununla yol var deyə iki tərəfli yol var. Simmetrik Gediş o deməkdir gəliş. ki, gediş də, gəliş də var bütün təpələr arasında. Gediş də və gəliş də eyni yolun üstündə olanda onda uclarında ox qoyulmur. Amma diqrafda bütün yollar bir tərəfli olur. Ona görə diqrafda heç vaxt simmetrik ola bilməz. Çünki A-dan B-yə 1 olacaq, amma B-dən A-ya 1 olmayacaq. Simmetriya pozulacaq. Ağac heç bir dövrəsi olmayan qrafdır. Kök, yol, yarpaq. Kompüter modelləşdirilməsi, modelin qurulmasının mərhələləri bunlardır. Təsviri informasiya modeli, formal model, başqa cür buna riyazi model də deyirlər. Kompüter modelinin qurulması, kompüter eksperimenti nəticələrinin təhlili. Bir də burada belə bir cümlə var. Adı nədir onun?
Hə, modelin adekvatlığı. Modelin adekvatlığı bilirsiniz nə deməkdir? Bəli. Nə deməkdir? Особенности, соответствующие модели оригиналу, то есть подходящие. Параметры, характеристики falan. Hmm, belə deyə bilərik ki, адекватность это то, насколько совпадает модель с прототипом. Да, да. Adekvatlıq yəni ki, model orijinala nə qədər bənzəyir, nə qədər bənzəməsi dərəcəsidir. Bir də əgər adi şəkil olursa, bu olur təsviri model, amma üstündə ölçülər, sxem, çertyoş halındadırsa, bu olur formal model. Məsələn, burada ölçülər falan da var deyə bu çertyoş şəklindədir. Bu formal modeldir, amma bu təsviri modeldir. Bilmirəm, burada çaynıqı burada şəkil kimi veriblər məncə. Ola bilsin ki, bu da təsviri modeli olsun. Məncə şəkil kimi nəzərdə tutdular. Bunu orijinal kimi yox, orijinal çaynıq kimi düşünməyiblər deyə fikirləşirəm. Sonra aparat təminatı. Mən o vaxtı sizə demişdim. Burada da bəlkə də adı çəkilmiş olar. İlk kompüter nə adlanıb? Yox, burada adı yazılmıyor. İlk kompüterin adı nə idi ki? Bəlkə kiminsə yadında qalıb. İlk kompüter hesab olunan maşının adı ENIAC. Kalkülatör. Yox, ENIAC. ENIAC adlanırdı. John von Neumann tərəfindən yaradılmış, kiçik say sistemi ilə işləyən ilk universal maşın. Nə soruşacağam sizdən? İlk hesab vasitəsi nə olub sizcə? İnsanlar ilk dəfə nə ilə sayırlar? Parmaq. Barmaq mənim. Formalarımızdır. Barmaq, bəli. Bəs ilk hesab aləti nə olub? Çöplərlə Var. belə şey eyirdilər olar. Daş. İlk hesab aləti. Damla Daşlar, oynayan çubuqlar. O daş, Şumer, çubuq, ip, onlar alət sayılmır ki. Şumer abakı mənim. Sadəcə abak da deyə bilərik ona. Bizdə ona salamin lövhəsi deyirlər. Salamin lövhəsi yazdım. Səlimxan Yaqubza çıxdı. Azərbaycan dilində salamin lövhəsi adlanır. Bu latın dilində abak. Eramızdan əvvəl 6-cı, 4-cü əsr. Şotu da. Hə, rus dilində desə şotka. Bu. Yapon, Çin dillərində sampuan, serobyan belə adlar da var. Budur. Bu formada olub. İlk köhnə abaklar belə bir şey olub təxmini. Deməli, Şu. Allah hesablaşdı mı? əsəbləşmə. Niyə əsəbləşsin? Şotkan gördü, əsəbləşdim. Əsəbləşmə. Şotkada nə var? Deməli, nə deyəcəkdim? Kompüter Neymannın sxemi deyə bilərik biz buna. Neymannın, yəni 1946-da yaradıb kompüteri. O vaxt verdiyi ideya, o vaxt verdiyi sxem bu idi ki, kompüter ibarətdir bir mərkəzi hissədən, hansında ki, sentral prosesor yerləşir və yaddaş yerləşir. Bir də ona qoşulur giriş qurğuları və çıxış qurğuları. Bəs kompüterin əsas təməl hissələrini təşkil edən qurğular nələrdir? Monitor, dem bloku, sıçan, klaviatura. Monitor, klaviatura, sıçan, sistem bloku. Bəs bu qurğulardan hansı nə giriş, nə də çıxış qurğusu sayılmır?
Sistem bloku. Sistem blok. Sistem bloku. Bəli. Bəli. Təbii ki, sistem bloku. Başqa nə soruşacağam? Hə, yaddaş bölünür iki yerə. Daxili, xarici. Daxili yaddaş da bölünür iki yerə. Müvəqqəti, daimi. Müvəqqəti yaddaş qurğularına nə aiddir? Yəni kompüter sönəndə silinən yaddaşlar. Nələrdir onlar? RAM, RAM. cache, Registr. video RAM, registr. Bu dördü. Daimi yaddaşa aiddir ROM. ROM-un içində yerləşən BIOS, BIOS da demək olar. Bir də CMOS. Gəlin bir dənə yadımıza salaq. Kompüter işə düşəndə ilk işə düşən proqram nədir? BIOS. BIOS. Biraz Bəs BIOS işə düşən kimi nə edir? Windows. Windows'dan. Əməliyyat sistemi olduğunu. Yox. konter Harici yok. saatı. Kompüteri yoxlayır. Hə. Kompüteri yoxlayır və kompüterdə hər şey saz vəziyyətdədirsə, ikinci növbədə əməliyyat sistemini axtarıb tapır. Əməliyyat sistemini açır. CMOS nələri yadda saxlayır? Vaxtı, tarixi, parolu, konfiqurasiyanı. Ən Müəllim, sürətli bir sualım var. gözlə, verərsən. Ən sürətli yaddaş hansıdır? Bütün yaddaşların Registr. 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 Bəs ən sürətli xarici yaddaş hansıdır? SSD. SSD. FTD. FTD nədir? SSD, FTD 80-cı illərə aid olan 1,44 megabayt, yəni siz bir yaddaş qurğusuydu. O nətər sürətli olar? Idi. Keş yaddaş müəllim. Keş yaddaş nədir? Ən sürətli xarici yaddaş SSD, Solid State Disk. Bu FTD yox yəni. SSD ən sürətli xarici yaddaş odur. Amma daxili xaricilərin hamısının şahı, kralı registrdir. Müəllim, SSD-nin də M2, NVMe formatları var. Daha da sürətlidir. Adi SSD bildiyimizdən. Sən nəsə soruşurdun? Bəli, müəllim. Bəs L1, L2, L3 keş səviyyələri var, ha? Aha. Prosesorda. Onlar axı da qısa, kratkovremenli pamet sayılır. Onlar nətər? Onlar axı lap sürətlidirlər. Onlar sürətlidirlər, amma onlar da müvəqqətidirlər. Prosta L1, L2, L3, L4 olanlar da var. Onların fərqləri nədir? Levellər böyüdükcə sadəcə onların yaddaşları böyüyür. Увеличивается память. A skorost снижается, yəni sürətləri azalır əksinə. Məsələn, level 1, L1 L2-dən daha sürətlidir. Amma L2-nin yaddaşı daha böyükdür. Məsələn, biri 64 kilobaytdır, o biri 256 kilobaytdır tutaq ki. Prosta onların Bəli. Bir şey var ki, necə? dərslikdə L1, Yox, kitabda elə bir şey yoxdur. Kitabda sadəcə deyir ki, cache prosesorun içində yerləşir. Ən sürətli registrdir, sonra cachedir. Cache cache'in levelləri bölünmür. Yox, sizdə elə bir şey izah olunmur. Bəli, oldu. Ən sürətli biz deyirik registr, sonra cache, sonra RAM gəlir. Yəni bu üçünü müqayisə edib soruşa bilər yalnız. Başqa mouse və mouse'un bütün qohumları hamısı giriş qurğuları sayılır. Başqa düymələr funksional klavişlər F1-dən F12 kimi. Xidməti klavişlər Enter, Escape, Tab, Shift, Control, Delete, Backspace bunlar. Kursoru hərəkət elətdirən düymələr Home and Page, Page'dan bir də oxlar. 4 dənə sağ, sol, aşağı, yuxarı oxlar. Monitor nə qurğusudur? Çıxış qurğusu, bəli. Bəs sensor monitor? Giriş Həm giriş, həm çıxış. Həm giriş, həm çıxış. Monitorlar monoxrom və rəngli olur. Rəngli monitorlarda görüntü RGB ilə ötürülür. Sonra printerlərdən danışsaq, şırnaqlı printerlərdə rus dilində struyni printer adlanır, səhv eləmirəmsə, onlarda cyan, magenta, yellow, black, simyaka. Bir də printerlərin çap sürəti. Şırnaqlı printerlərdə
Ümumiyyətlə zərbli zərbsiz də printerlər. Zərbsiz printerlərdə sürət ölçülür. Nə ilə? Bəlkə kimsə bilər. ppm. ppm, page per minute. Amma zərblə işləyənlərdə CPS, CPS. per Yes. second. Mikroprosessor, RAM, slotlar, bütün bu vacib detallar nəyin üstündə yerləşir? Ana plata. Ana platanın üstündə yerləşir. Bəs ana platanın üstündə nələr yerləşir, nələr yerləşdirmir, biz necə ayırd eləyək? Nə mənada müəllim? Konnektorla, yoxsa necə, yəni bağlantı yeri ilə? Yox, yəni sual versə ki, ana plat üzərində yerləşənləri seçin, yerləşməyənləri seçin, necə seçək rahat? Yəni ki, pinlərə baxıb, yəni özünə baxıb bilinəcək də, yəni sentralni prosesor, kart operativini bilinəcək ki, yəni Kimin slot pinlə? Abola, ay uşaq, kimin pinlə baxırsan, testdə yazır ki, ana plat üzərində yerləşənləri seçin. Və yaxud deyir, yerləşməyənləri seçin. Nəyə baxacaqsın orada? Heç nə. Testdə necə seçək? Nəzəriyyədən oxumuşuq, onu da yazdıq da. İndi Daxili nəzəriyyədə o, oxuyurlarınızı daxili mənə verə yaddaş bilmirsiniz. qrupları. Müəllim, bir dənə sərt disk idi deyəsən, orada ana platada yerləşmirdi. Bütün periferiya qurğularını çıx, ana plat üzərində yerləşə bilməzlər. Giriş qurğuları, çıxış qurğuları hamısını çıx. Ondan başqa bütün xarici yaddaş qurğularını çıx. SSD, MSSD, FTD heç biri yerləşə bilməz. Üçüncüsü, sistem blokunun içində olsa belə ana plataya aid olmayan şeylər var. Biri məsələn coolerdir. Prosesorun üstünə taxılsa da platanın detalı sayılmır. Bir də qida bloku. Blok pitaniya. Qida bloku qoşulur toka və cəryanı sabit şəkildə paylayır detallar arasında. O baxmayaraq ki, sistem blokunun içində yerləşir, ana platanın detalı deyil. Mikroprosesorda nələr çox olsa mikroprosesorun məhsuldarlığı bir o qədər artmış olur. Nüvələri. Nüvələri, bəli. Universal port hansıdır? USB. Həm səsi, həm görüntünü ötürən port hansıdır? HDMI. HDMI. Yalnız səs ötürən hansıdır? Yalnız görüntünü. VGA. Jack aux. Yox, ancaq görüntünü soruşmaq istəyirəm. VGA. VGA və ya DisplayPort. Proqram təminatı nə bilim, burada nə var əzbərdəmsə. Əməliyyat sistemində məsələn uzantılar, bunları soruşa bilər. Əlavə uzantılar var idi. Hansılar idi onlar? Kimin yadındadır? Məsələn, AU nəyin uzantısıdır? Səs faylı. AIF Video. səs. O da ses. O da səs. Başqa da nəsə var idi məncə əlavə. MIDI. Qrafik fayllara aid olanlar var idi. SX var idi, Excel faylı. MID məsələn. Onları bilirik. Şey var idi. Təzə kitabda yazılıb olar, köhnə kitabda yoxdular. Onu istəyirdim. Bir də AIF var idi, bir də MIDI var idi. ODG var mənim. ODG, hə. ODG qrafik fayldır. Başqa məncə TIFF yox. var idi sonra. TIFF. TIFF-i bilirik. TIFF əvvəlki yuxarıdakı mövzuda da var idi. Sonra 9 dənə işarə var ki, onlar nə qovluğun, nə faylın adında istifadə oluna bilməz. O işarələri bilirik.
Ну, Vurma, slash, utandım. обратно slash, e, O Vurma, больше, hə, меньше, sual işarəsi. qoşa nöqtə. sol şərəsi, qoşa nöqtə. Sual idi və o düz xətt. Bunlar. Bunları nə faylın, nə də qovluğun adında istifadə eləyə bilməz. Bax, həmin ardıcıllıqla da yazmışam orada. Uşaqlar bunu nida ilə zadla qarışdırır. Nida deyil, düz xəttdir. Sonra faylların axtarışında istifadə olunurdu ulduz, bir də sual. Ulduz nəyi axtarır, sual nəyi axtarır? Sual Ulduz birisi bir var. Bir isim. simvol göstərir. Ulduz Əgər əvvəldən istənilən. sonrakı sualsa ancaq bir dənə. Məsələn, belə axtarışa versəm, mart.doc tapıla bilər yoxsa yox? Bəli. Tapılan Bəli. tapılacaq. Burada 3 dənə tapacaq, burada tapmayacaq. Mümkündür. Amma sual işarəsi harda dayanıbsa, mütləq orada bir dənə şeyi tapır. Boşda olmaz orada. Boş qala bilməz. Sual boş qala bilməz. Faylın adı Windows'da maksimum neçə simvol ola bilər? Düşəcək. 255. O 255-ə nə daxildir? C-dən tutmuş hamısı da. Bax, bütün bu hissə. Bütün bu hissə 255-dən uzun olmamalıdır. Faylın adı, qovluq, disk, hər şey bir yerdə. Qısa yol, shortcut nə üçündür? Proqram açılmadan zaman fayla açılır. Yarlıq ilə tez fayla dostluğunuz var. Məsələn, məndə ekranda belə bir shortcut var. Qabağında location-ı göstərir. Onun location-ı əslində bir xeyli uzaqdadır. Burada yerləşir. Yəni mən hər dəfə çıx ora girmək əvəzinə onun bir linkini yerləşdirmişəm. Bura girəndə promoy məni ora göndərir. Bu olur shortcut, yarlıq, qısa yol. Yəni nəyəsə keçidi göstərir. Yəni bura klikləyəndə gedir oradan tapıb açır. Ona görə shortcut sadəcə keçid rol oynayır deyə ancaq location yadda saxlayır shortcut və 1 kilobayt hesablayırlar onun həcmini. Shortcut'ın kənarında da ox işarəsi olur. Sistem qovluqları, yəni kompüterin özünə məxsus olan qovluqlar sistem qovluqlarıdır. Həmin o sistem qovluqlarına başqa cür xüsusi qovluqlar da deyirlər. Burada elə yazıblar. Əslində bunlardan başqaları da var. Məsələn, burada şey çatışmır. Network yoxdur burada. Bir network yoxdur burada deyəsən. Windows'da ən vacib şeylərdən biri. Əgər obyekti dartıb sürüşdürürsənsə, tutdum buradan, dartdım, başqa yerdə buraxdım. Onda nə baş verir? Yeri dəyişir. Yeri dəyişir. Həmişə? Mən bir dənə rejim var orada. Yəni olmur yeri dəyişir. Shift-də basanda məsələn. Heç nəyə basanda yox. Sadəcə sürüşdürəndə. Əgər eyni bir diskin daxilində sürüşdürmə eləyirsənsə, bu move olur. Əgər bir diskdən başqa bir diskə sürüşdürmə eləyirsənsə, bu kopya olur.
Və move kopya zamanı əlavə olaraq Ctrl və ya Shift düyməsini istifadə etsən, hansı disklər arasında eləyirsən elə, heç vaxt dəyişmir. Ctrl həmişə kopyalamağa kömək eləyir. Amma əgər bir diskdən başqa diskə dartanda zaten kopya olursa, Ctrl işlətmək orada deməli mənasızdır. Shift isə move etmək üçün istifadə olunur. Məsələn, elə bir diskin içində bir yerdən başqa yerə dartanda zaten move olursa, orada da shift istifadə etmək mənasızdır. Kompüterin qurğularını, həmçinin kompüterdəki proqramları sazlamaq üçün ayarlar bölməsi var. O necə adlanır? Kontrol panel. paneli. İdarəetmə paneli, bəli. İdarəetmə panelinin hansı bölmələri var? System and Security, User Accounts, Network and Internet, Appearance Personalization, Hardware Sound. Sizdə Windows 7'nin Clock Language and Region, Ease of Access və Programs, Hardware and Sound. Şifrə hardan qoyulur girişə? User account olmalıyım. Görüm elə sizi kürəyində security yazısı olan işçilər aparsın, yox eləsin. Security. Nə var orada təhlükəsiz sözün gördülər. Parol təhlükəsiz, yapışdırdı ki security. Nə dəxli var? User accounts, hesablar, hesab yaratmaq, parol qoymaq, burada damsın. Burada sadəcə nələr var? Bateriya, RAM, hard disk, firewall və yaxud da ki kompüteri 1-2 gün keçmişə qaytarmaq, restore filan bunlar var. Bu da yadınızda qalmır. Elə bunu mən 50 dəfə demişəm sizə ki, parol söhbəti buradadır, yəni bura qaçmıyor. Amma yenə də ora qaçırsınız. Qovluğun neçə görünüş rejimi var? 8 dənə. Extra large, large, medium, small. List, detail, styles, content. Görüm kimi yadındadır. Hansı görünüş rejimlərində obyektlər sütun üzrə düzülür? Iconslarda biliriz. Details'daydı sütunlarla. List, details, content. Bu üçündə. Qalan hamısında düzülüş sətr üzrədir. Bu düzülüş sətr üzrə olanlarda da əlavə məlumat filan görürsənsə yanında kilobayt, megabayt, bu tilesdir. Çünki qalan extra large, large, medium, small adından və şəklindən başqa heç nə olmur. Pəncərələrin növləri. Windows'da hansı pəncərə növləri var? Diyalog. Sorgu, diyalog, qovluq, proqram. Diyalog. Belə Proqram, qovluq, dialoq, sorğu. Mən sual verirəm, o cavab verir. Hansıdır? Sorğudadır. Sorğu. Amma o məndən cavab gözləyirsə, məsələn, apply, okay, cancel, belə Dialoq. şeylər gözləyirsən. diyalog. Diyalog. O olur dialoq, bəli. Diskin ən kiçik hissəsi nə adlanır? Yox. Sektor. Sektor. Bir sektor nə qədərdir? 512 byte. 512 byte. Bəs sektorlar birləşərək qrup şəklinə nə əmələ gətirir? Cluster.
Klaster bəli. Klaster əmələ gətirir. Bəs bir klasterin həcmi standartdır. Deyil. Dəyişə bilər. Dəyişir. 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 Nədən asılı olaraq dəyişir? Klasterin Diskin həcmi. həcmindən. Diskin həcmindən bəli. Təkcə diskin həcmindən yox, orada çox şey təsir eləyə bilər. Əməliyyat sistemi versiyasından da asılı ola bilər, çox şeydən. Yəni belə deyək də, sektorların sayından. Sektorların sayından asılıdır. Baxım görüm. Hə, uzaqdan idarə etmək üçün hansı proqramlardan istifadə edə bilərik? TeamViewer, iRadmin, Light Manager, Radmin, Remote PC, Splashtop. Windowsda əgər bir şeyi cut eləmisənsə, onu neçə dəfə paste etmək şansın var? Mübadilə buferinə Mübadilə silənə buferi qədər. sinirə qədər. Tamam. 24. Yox, sualım yadımdan çıxdı, fikrim yəni. Nə soruşdum? Cut? Bəli. Necə yapmaq istəyirəm yəni. Aha, mən getdim bu faylı tutaq ki, buradan cut elədim. Onu harasa neçə dəfə yapışdıra bilərəm? Mübadilə buferinə silinənə qədər. Xeyr. Abortda deyildim mən. Yalnız Sonsuz sayda deyil. Xeyr. Sonsuz sayda heç nə yoxdur ümumiyyətlə. Kopya, Bir dəfə. kopya olan dedi. Cut'ı yalnız bir dəfə paste eləmək olar. Copy'ni buferdən silinənə qədər istənilən sayda yapışdırmaq olar. O Office proqramlarındadır ki, cut eləsəm, copy eləsəm, paste sayında fərqi yoxdur. Yaxşı, indi belə bir sual verim sizə. Əgər burada nə paste, nə paste shortcut işləmirsə, bu nə deməkdir? Boşdur da bufer. Bufer əminə pustur. Mübadilə buferi boşdur. Əgər orada paste işləyir, paste shortcut yox. Paste işləyir, paste shortcut yox. Həmin proqramın shortcut yoxdur deyə. Hə, qayıtdım bura. Əgər paste işləyir, amma paste shortcut işləmirsə, cutdır. Çünki cut eləyəndə cut elədiyin shortcut'ın yaratmaq olmur. Əgər həm paste shortcut işləyirsə ikisi də, deməli copy olunur. Copy eləyəndə həm özünü də yapışdırmaq olur, həm də shortcut'ını da yapışdırmaq olur. Word-dən, Excel-dən nə soruşmayı burada heç istəməli bir şey yox. Verilənlər bazasında hansı əlaqə cütləri olur? Neçənin neçəyə? Birin birə, birinci çoxa, çoxun birə, çoxun çoxa. Çoxun çox. Birin birə, çox. Birin birə hamısını qatıb qarışdırıcı. Bir dənə sıra ilə səliqəli sayan yox idi. Birin birə, birin birin çoxa, çoxa, çoxun çoxa, çoxun birə. Bunlar. Yaxşı. Bəs verilənlər bazasında ən geniş yayılmış modellər hansılardır? Şəbəkə, Hiyerarxik ağac modeli. relyasiya, Hiyerarxik, relyasiya, şəbəkə, obyekt yönlü. Hansının konkret sxemi yoxdur? Obyekt yönlü. Obyekt yönlü. Bəs obyekt yönlü hansı modellərin birləşməsində yaranır? çoxun çoxuna. Relyasiya və şəbəkə. Relyasiya modeli nədən qurulur? Qarşı. Relyasiya modeli nədən ibarət olur? Nədən qurulur? Cədvəl.
Relyasiyadakı cədvələ başqa nə deyirlər? Buna Yazı. başqa cür fayl da deyirlər. Başqa bir dənə də adı var bunun. Nisbət. Bu mövzuda vəbşə sıfırsız belə görürəm. Sonra başlıqlar olan hissəyə nə deyirlər? Atribut. Buna nə deyirlər? Sahə. Sahə. Sətrə nə deyirlər? Yazı. Yaz. Bu cədvəldə neçə yazı var? 4. 3. 3. 3. Atributlar yazı sayılmır. Məsələn, bu cədvəldə hansı sütuna açar qoymaq daha məqsədə uyğundur? Soyad, ad, adı. Məktəbin nömrəsinə. Qiymətə. Hansını? Hansına qoymaq daha düzgün olar? Ümumiyyətlə, açar anlayışı nədə istifadə olunur? Nə üçün qoyulur açar? Ardıcıllıq sənin artmaq. Digər verilənlər ona Artırıcı bir- əsasən yazılır. Təkrarlanmanın qarşısını almaq üçün. Sizcə bu sütunlardan hansında təkrara yol verilməməlidir əslində? Evet. Qiymət? Fakt mən görürəm ki, burada üçündə də 5-5-5 yazılıb. Mənim yəqin ki, soyad ad olur. Yəqin ki, bu sütunda. Çünki sinif eyni ola bilər, ünvan 100% eyni ola bilər, məktəb də eyni ola bilər, amma soyad ad, ata adı fərqli olmalıdır. Amma o da bəlkə eyni ola bilər. Ona görə də burada ID, kod, sütunu yazıb kodları ayrı eləyirlər. Ora açarı verirlər ki, təkrarlanma olmasın. Sonra verilənlər bazası ilə işləmək üçün hansı proqramları tanıyırsınız? Access, Access, MySQL, Oracle. Oracle, MySQL, PostgreSQL. PostgreSQL, Yukon, bir də OpenOffice Database. Access-də hansı obyektlər yaratmaq olur? Burada sizdə cəmi 4-ünü izah eləyirlər. Cədvəllər, formalar, sorğular, hesabatlar. İndi mən deyirəm funksiyanı, siz hesabatdır, sorğudur, forma, cədvəldir, hansıdır, onu deyin mənə. Ən əsas obyekt sayılır, baza məlumatlarını içində saxlamaq üçündür. Cədvəl. Cədvəl. Baxış keçirmək və redaktə etmək üçündür. Report. Form. Forma. Lazım olan verilənləri seçmək üçündür. Soru. Çap etmək üçündür və redaktə aparmaq olmur. Hesabat. Hesabat. Məsələn, mənə sorğuya aid bir nümunə deyə bilərsiniz. Sorğu nə olan şeydir? Harda görmüşük? Query müəllim sorğu. Query də ingilis dilində. Hə, zapros. Prosta biz onu harda görmüşük? Nədir də o? O testlərin işləyirik də müəllim, onlar demirsiniz. Testlərin işləyirik. Məsələn, böyüdür, kiçikdir. Məsələn, müəllim, böyük таблицада çoxlu məlumat ola bilər. Amma то есть наш запрос может позволить выделить то, что нам нужно. Необходимые данные. Мне нужно, как выглядит этот запрос вообще. Я это хочу представить. Məsələn bu. And, or, not. Bunlarla yerinə yetirilən əməllər, sorğulardır. Sorğu budur. Alqoritmdə danışılası bir şey yoxdur. Python məncə elə bir aydır Python, bir ay yox. Biz 4 ayda Python işləyirik. Oradan da bir şey yoxdur. Sabah bir gün yenə Pythona baxırıq onsuz da. Şəbəkə internetdə baxaq görək nə var. Mən HTML-ə baxdınız. Yox hələ sıra ilə gedirik. Şəbəkə nədir uşaqlar? Şəbəkə nəyə deyilir? Nə olan şeydir o?
Совокупность компьютеров или других устройств соединяют между собой посредством какой-либо связи А для чего? с целью передачи и обменом информацией. Правильно. İndi bunu tərcümə edib Azərbaycan dilində desək, bir-birinə informasiya ötürmək üçün bir-birinə qoşulmuş iki və daha çox kompüter, yəni cihaz, şəbəkə adlanır. Şəbəkələri aralarındakı məsafəyə görə əsas hansı qruplara bölürlər? Üç Lokal, qrupa global, bölünür. regional. Van'da bir de ben region. Lokal, qlobal, regional. Ən əsas bu qruplara bölürlər aralarındakı məsafəyə görə. Sonra başqa şəbəkə, bir dəqiqə, o qədər şey var orada, indi ağlıma gəlmir. Hə, şəbəkə avadanlıqlarını iki qrupa bölürlər. Var aktiv avadanlıqlar, bir də var passiv avadanlıqlar. Müəllim, onların fərqini deyim. Değil müəllim. Которые подключены к сети, являются активными. Hı. К Нет, ним относится маршрутизатор, роутер и так далее. А вот если, к пассивным относятся кабели если IP-пары и сказать так еще далее. конкретнее, не те, которые подключены к сети, все подключаются к сети. Те устройства, которые не питаются ничем, не нуждаются в энергии, они пассивные. А другие, которые питаются электричеством от других устройств, они активные. Belə Да. desək, mümkün olur. Hansı qurğudan enerji alan, qidalanan aktivdir? Yox, sadəcə qoşulmağa, birləşməyə xidmət edən kabellər, ucluqlar, bunlar passivdir. Sonra ən çox bizi çaşdıran şeylər nədir? Müxtəlif protokollardan istifadə edən və müxtəlif növ şəbəkələri birləşdirən, iki müxtəlif şəbəkəni birləşdirən qurğu. Hansıdır? Роутер. No. Biz müəllim. Fərqli topologiya, fərqli protokol axı odur. Körpü Switch değil. idi məsələn. Müxtəlif protokollardan istifadə edən ayrı Gateway. fərqli iki şəbəkəni birləşdirən gateway-dir. Sizin o körpü və Şlüz. marşrutlayıcı dediyinizdə orada topologiya sözü olmalıdır mütləq. Çünki router və bridge, yəni körpü və marşrutlayıcı, yönləndirici, onlar yalnız lokal şəbəkədə işləyirlər. Ona görə orada topologiya sözü olacaq. Hə, desək ki, müxtəlif topologiyalı, eyni protokollu körpü, müxtəlif topologiyalı, müxtəlif protokollu yönləndirici, marşrutlayıcı, router. Ulduz topologiyasında mərkəzdə nə istifadə oluna bilər? Baş Hub kompüter. və ya switch. Kompüter də ola bilər orada, switch də ola bilər, hub da ola bilər. Kompüter olsa nə deyirlər? Aktiv ulduz, switch hub olsa deyirlər passiv ulduz. Bəs switch-lə hub'ın fərqi nədir? Switch daha müəyyən ünvana ağıllıdır və göndərir. Switch-lə istiqamətləndirmək olur. Switch-lə Switch может регулировать göndərmək olar. сигналы, кому давать какую-либо информацию, передавать или же нет. Amma hub hamısına göndərmək üçündür. Kabellərdən danışsaq, ən əsas istifadə olunan kabel növləri burulmuş cüt kabeli var, twisted pair. Ən məşhur burulmuş cüt kabeldə 4 cüt, yəni 8 dənə naqil olur. Sonra var koaksial kabel, crosslarda gördüyümüz, bir də var fiber optik. Optovalakonlu kabel. Fiber optik kabel. Bu standartlar, bunlardan da biraz qorxuram, düzü. On base T twisted pair, on base FL fiber optik, on base 2 5, bunlar gedir koaksial. Burada standartlar var. Fast Ethernet'te 802.3U. Sonra burada Gigabit Ethernet'te 3Z və 3AB.
10 gigabit Ethernetdə 3 ayı. Yəni bu biraz ağır yerdəndir. Soruşsa yandıracaq uşaqlar. Simsiz şəbəkələrdə kompüterlər üçün iki iş rejimi nəzərdə tutulub. Ad hoc və infrastruktur. Bilirsiniz əzbərdən nə deməkdir ad hoc, infrastruktur? Bəlkə kimsə deyə? Ad hoc-da компьютерlar без общего устройства могут связаться друг с другом. Aha, yəni heç bir ümumi cihaza qoşulmadan əlaqələnirlər. Amma А infrastruktur nədir? инфраструктурный, наоборот, там нужно посередине либо что-то по наподобие хаба или маршрутизатора, и чтобы с него уже сперва поступали сигналы, а потом от него передавали сигнал. Ona da deyirlər access point. Yəni ortada bir access point olmalı ki, ona qoşulub şəbəkə yaratsınlar. Bəli, məsələn, kompüterdə də var da bildiyimiz paylaşım. Olar, məsələn, bir kompüterə Hotspot. qoşulub şəbəkəyə, bəli, olar, saymaq olar. Simsiz şəbəkəyə aiddir Wi-Fi, Li-Fi, WiMAX, Bluetooth, hətta birini də demişdim sizə. Hansı? Infrakrasный. Mhm. İsmail, Riyad, Dadaş, Ayxan. İrda. İrda yazılır. İnfraqırmızı port adlanır. Hətta indi də bəzi telefonlarda, bəzi smartfonlarda, bu Redmi-lərdə zadda olur. iPhone-larda zadda yoxdur, yalandan telefonunuzun orasına burasına baxmayın. İnternet 1960-ların axırlarında yaranıb. Sonra modemlərin bir neçə növü var. Ən geniş yayılmış ADSL modemlərdir. ADSL modemlərinə qoşulmada telefon xətti asılı qalmır. Ayrılmış xətt olur. Splitterdən istifadə olunur. Splitter belə balaca şəkildə elə çəkiblər. Elə bir splitter ev telefonundan 5 dəfə böyükdür. Splitter balaca bir dördkünc spiçka qutusu boyda bir şeydir. Bir xətti bölür, göndərir telefona, birin modemi. Başqa. İnternet. İnternetdə protokol, kompüterlər arasında ünsiyyət dili, əsas baza protokolu adlanır TCP/IP. Sonra başqa. TCP/IP-nin səviyyələri tətbiq nəqliyyat, internet, kanal fiziki. Ünvanlardan IP ünvan onluq say sistemində olur. Əslində uşaqlar IP ünvan olur ikilikdə. Prosta ikilikdə IP ünvanı yadda saxlamaq demək uzun olur. Ona görə onluqda çevirib işləyirlər. Onluqda çevirib işləyirlər ki, rahat izah olunsun. Ona görə də onluqda məsələn bu 1 olanda əslində o qabağına 0 atıb tamamlanır axı 8-ə. 8 bit olmalıdır hər oktet. Onu da 0, 0, 1 zad demirlər də. Yəni diləklə rahat deyil, elə 1 deyirlər. 1, 34, 168. Yəni orada qabağına 0 atmaq lazım deyil. Amma ikiliyə çevirəndə hər birinin qabağına 8-ə tamamlamaq üçün lazım qədər sıfırlar əlavə olunur. DNS ünvan bu formada olur. www-yə qədər olan bütün hissə domenlər. Ən yuxarı, alt, ən aşağı domenlər sağdan sola doğru bu formada oxunur. Başqa. www web səhifələrə əl yetərliyi təmin edir, əl çatanlığı təmin edir. Fayllar, veb sənədləri yerləşir o xidmətdə. Sonra bir dənə sual verim. www internet xidməti hansı protokol vasitəsilə əlaqələnir? HTTP. Hypertext Transfer nəsə belə bir şey. Protokol. HTTP protokolu ilə. İnternetdə axtarışda 2 dənəli çoxluğun düsturu yadınızdadır. Bəli. Normal düsturda mən o həmişə istifadə elədiyimiz. 2 dənəli, hə, riyaziyyatda keçdiyimiz. Bəlkə də üçlünü də riyaziyyatda keçmişsiniz, bilmirəm, o da var. Prosta uzundur deyə çox adam onu bilmir heç. 2 çoxluqda A plus B bərabərdir A and B plus A or B.
Ampersand and işarəsidir. Düz xətt or işarəsidir. Üçlü çoxluqda A plus B plus C çoxluqları bərabərdir. A and B and C. Yox, nə yazdım onlar? A and B plus A and C plus B and C plus A or B or C çıxılsın A and B and C. Bir də elə müəllimlər var, vəbşi 4 dənə zad salırlar sınaqlara. Hə, müəllim, Ben onlar yani bax tanıyıram ya müəllimləri. Bəli, Aha, mən şu an işləmişəm nəsə. 4 dənə çətin olacaq. 4 dənə də yoxdur. Biraz da insaf da yaxşı şeydir. 4 dənə nədir? Mərhəmət falan. Görsən, yoxdur da, mərhəmət yoxdur insanlarda. Başqa HTML-dən də biraz danışaq. 2 dənə sual şurada mövzudan. Amma ən sevdiyim mövzu da konkretdir çünki. 3-4 dənə şey var, teqlərdir. Yəni buradan da kənara bir şey salmırlar da, budur. Mərhələlər layihələndirmə, dizayn, maket, sonra proqramlaşdırma, nəşr və müşayiət texniki dəstək. Başqa teqlərdən biraz danışsaq, ümumiyyətlə istənilən veb səhifə doctype HTML ilə başlayır və sənəd HTML tegi ilə açılıb, HTML tegi ilə bağlanır. İçində isə bir head, başlıq, bir də body hissəsi olur. Tag nədir? Necə bilirik ki, bu tagdir? Əgər kənarlarında böyük-kiçik işarələr yazılırsa, o yazılışı tag deyirlər. Pəs tagin içərisində əlavə parametrləri daşıyan şey nədir? Ona nə deyirlər? Atribut. Atribut. Biz ayıra bilirik ki, tag dırnaqlarla yazılır. Bəs atributu necə seçə bilirik ki, məsələn, bu atributdur? Tek dırnaqda yazılacaq. Tagin daxilində yaz. Tagin daxilində yazılır və bir dənə də bir şey var orada. Mənimsətmə olur həmişə. Bərabərdir, qabağında da nəsə dırnaqda mənimsədilir. Hansı taglər tək taglərdir? Image. Bizim bildiklərimizdən, yəni abituriyent səviyyəsində belə çoxdur. Bizə lazım olanlardan bir HR, düzdür, düz xətt çəkən, bir də image. Qalanları hamı bizdə bizim keçdiklərimiz, bildiklərimiz cüt taglərdir. Qalın, sadə qalın, bold, qalın seçdirilmiş, vurğulanmış, strong, sadə kursiv, italic və kursiv seçdirilmiş, YM. Amma onun fərqi nə idi seçdirilmişin beləni? İntonasiya, bir də axtarışda tez qabağa çıxması. Sonra başlıqlar var idi. Başlıq tagləri H1-dən H6-ya kimi. Ən böyük hansıdır? H1. H1. Sonra siyahılar var. Nizamlanmış. Başqa ona nə deyirlər? Nişanlanmamış. Order. Nişanlanmamış. Bir də mənə qulaq asan yoxdur da. Deyirəm, buna nə deyirlər? O birisinə keçirlər o dəqiqə. Hə, o birisinə nə deyirlər? Deyin, dincəlin. Nizamlanmamış ya da nişanlanmış. nizamlanmışın yazılış qaydası necədir? U ilə asılır, L'lər də içəridə olur. Nizamlanmış deyil, hə, nizamlanmış deyilsin. Hə, nizamlanmış. Ordered list. İçərisində də L'lərin arasında nəsə yazı olur. Nəyəsə L'nin arasına yazmasan, onun qabağına nömrə düşməyəcək. Nizamlanmamış. O necə yazılır? Unordered. Unordered list.
Bu qaydada. Bir də izahlı siyahı var. Bəs o necədir? Delnə. Dəliydim. Diğer dede. DL, DT, DD var. Dale içərisində bir dənə. Ha, bu DT mənasız. yəni əvvəldən gedir. DD də bilirsiniz necədir? Yəni belə atstupif də, yəni Pythonda necə olur ki, funksiya içi olur ayrı. Açıqlaması. Biri termindir, biri definition'dır. Bəli. Bir dənə tablitsa var. Cədvəllərdə sətir olur, yoxsa sütun olur? Tegdən danışıram da təbii ki. Sətir. Sətir müəllim. Sətir. Bəs sütunları necə taparıq? Necə bilək ki, cədvəldə neçə sütun var? Sətir sayına ondan mən. Bəli, sayla. Dıdı. Dıdılar. Tıdıdır da. Məsələn, bir sətirdə neçə dənə xana varsa, bu o deməkdir ki, Bəli. Tırı ilə də belə baxırıq. amma neçə bir dənə şey var. diqqətli olun, bəlkə hansısa sətirdə bir dənə dama artıq qoyarlar. Onda məsələn, burada Nihat Abbasov Şuşa bir dənə də yanında çıxıntı olacaq. Amma o birilərdə çıxıntı olmur ha, bir dənə bunda çıxıntı olur. Onda o 4 dənəli sayılır da o. Məncə yoxdur, 4 sütun deyə bilmərik onu. O birilərin qabağında çıxıntı olmur axı. Bir dənə bunda çıxıntı olur. Amma hansısa sınaqda onunla qarşılaşmışam. Olub elə bir sual görmüşük, var timin test toplusunda. Prosta orada 4 sütun deyə bilməyəcəyik. Başın hissəsində əlavə nəsə olsaydı 4 sütun saymaq olardı yəqin ki. Müəllim yadınızdadırsa, o grafik formada tablitsa bitirmək lazım idi. Tablitsanın kənarlarını və ayrıca verirdi. İminli o strokanı ayrıca bir dənə də yacheyka verirdi. Var idi elə bir şey, hə. Amma bir dənəsi çıxıntılıdır deyə biz buna 4 sütun deyə bilməyəcəyik. Müəllim yadıma düşdü. Orada table border verirdi. Bir dənə də belə kant verirdi də. Və iminli oradan harda boş var, ora bir dənə yacheyka Orada sadəcə belə deyirdi deyim, ki, filan olur. yazılışın cədvəli hansı olacaq? Variant seç. Bəli. Cavabı da deyəsən Y-yə qoymuşdular səhvləməz. Sonra teqlərdən ən çox qarışdırdığımız budur. Link, şəkil, link, keçid, istinad. Harda link teması gördünsə, bu hansı teqdir? Ahref. A teqidir. Href atribut. Hrefin içərisində nə yazılır? Niçin? Nəsə nöqtə qovaz bilmirəm nə gəldi də yəni. Bu hypertextdə mausu yatırıb klikləyəndə səni buradakı hyperlinkə göndərir. Oradakı hyperlink hər şey ola bilər. Şəkil, sənəd, hansısa bir veb səhifə, hər şey ola bilər. Burada da hypertextin yerinə istənilən şey qoymaq olar. Şəkil tək teqdir. İçərisində nə yazılır? DRC. Sırıcı. Sırıcı Kırıldı. Source və yolu. və burada da bəli yazılır fayl. Əgər faylın adı yolsuz yarımçıq yazılıbsa nə deməkdir? O bir papkada yerləşir qovluqda bəli. Nə ilə eyni qovluqda yerləşir? Və bu yaradıldığı Kod dokumентdən yazılan bir fayl. qovluğundur. Hansı HTML-də işləyiriksə onunla eyni qovluqda olandır, bəli. Amma onun yerini dəyişsək, həmin o şəkil açılacaq. Biz alt yazısını yazsaq, onda ora bu yazı yazılacaq. O Yox, alt başqa nəyə qeyd şey. eləməsək parametr. Hələ onu gözlə, o başqa şey. Mən soruşuram ki, əgər biz yolunu tam yazmayıb, yerin dəyişsək hansınınsa, ya bu HTML-in, ya da o şəklin açılacaq o. Xeyr. Bütün yol göstərməm. Elə istinadə nə deyirlər?
Müəllim, o istinad gərək o qovluğun içində olmalıydı. Elə bir şey var idi. O istinadın adı var. Bilene 5. Bir var idi nisbi istinad, biri de var idi mütləq istinad. Mütləq istinad. Əgər yerini dəyişəndə xarab olursa o nədir? Nisbi istinad. Amma konkret yolu ilə yazmısansa və yaxud Absolut neydi? www ilə yazılıbsa, hara daşıyırsan daşı, eyni linkdir onsuz da, eyni saytdadır. Bəli. Bu O, absolutnadır. o absolutno olur, bəli. Nisbi относительно olur. Burada hətta alternativ yaza bilərik. Şəkil açılmayanda alternativ yazı çıxsın. Sonra hündürlük, en, piksel falan verə bilərik. Nəsə bunu yazmadım. Bir də bu çaşdırır biz ümumiyyətlə. Bunu görəndə vəbşə itiririk hər şeyi. Bildiyimizi unuduruq. Burada hypertext yerinə şəkil qoya bilərik. Bəli. Onda nə olacaq? Şəkilə basanda sılka açılacaq. Bəli. Bəli. Buradakı şəkil keçid üçün olur. Mouse əl işarəsində olur. Klikləyəndə üstünə bizi göndərir. Söz yerinə şəkil qoymaq olar bu qaydada. Yəni burada göstərici ukazatel şəkildir. Həmin o göstərici bizi göndərir hansısa bir linkə. Təhlükəsizliyi nə bilim, nə var, nə yox orada. Daktiloskopiya nədir? Parmaq izi. Barmaq izi. Hərflər əlifba üzrə sürüşdürərək şifrələmə metodu hansıdır? Sezar. Sezarus. Sezardır. Ən təhlükəli virus növü hansıdır? Troyan. Troyan. Troyanların da 3 növü var. Uzaqdan idarə etmə, casus, reklam. Bir də biz qarışdırırıq bunları çox vaxt. Detektor RAM-da və xarici qurğularda axtarır virusları. Həkimlər həm tapır, həm sağaltmağa çalışır. Revizor, müfəttiş, onlar əvvəlki halı ilə son halını həmişə dövr olaraq müqayisə eləyir. Doktor, müfəttiş həm doktorun, həm müfəttişin funksiyasını yerinə yetirir. Filtr və ya süzgəclər. Bunlar əməliyyat sisteminə olunan müraciətləri tutur, təhlükəli əməliyyatlar nəzarət edir. Vaksin də yalançı yoluxma ilə qoruyur. Sonra bir də müəlliflik hüququ, copyright bu işarə ilə olurdu. Bir də proqramlar var burada, bu yaddan çıxa bilər. Public domain software, tam da, yəni sərbəst köçürülə bilən, qorunmayan. Var shareware, müəlliflik hüququnu qorunur, amma pulsuz proqramdır. Freeware, ödənişsiz yayılan proqramdır. Sonra bilmirəm necə oxunur bu. Proprietary. Nəsə ondan Частное proqramlar. Bir də var commercial software, o da gəlir məqsədi ilə olan proqramlar. Açar məsələsi. Var simmetrik, asimetrik şifrələmə. Simmetrik şifrələmədə eyni açardan istifadə olunur. Amma asimetrik şifrələmədə fərqli açarlardan istifadə olunur. Biri açıq, biri gizli olur. Başqa da buradan heç nə. Beləliklə mövzular bitdi.